Bir şikəst qız qəlyanaltıda oturub çörək yemək istəyirdi. O çörəyini götürüb yemək istəyərkən birdən onun stoluna iki dənə bir qız, bir oğlan, gənc bir qız, bir oğlan uşağı yaxınlaşdılar və onun çörəyini götürüb acgözlüklə yeməyə başladılar. Bunu görən əngəlli qız tez kafe sahibinə qışqırdı ki, kömək elə girəm, bunlar mənə demədən mənim çörəyimi götürüb yeməyə başladılar. Kafe sahibi gələn gördü ki, bunların həqiqətən yeməyə ehtiyacı var, acgözcəsinə çörək yeyirlər. Bunlara dedi ki, onu verin mənə, mən sizə indi yeni təzə çörək gətirərəm, onu yeyərsiniz. Və gedib bunlar üçün təzə çörək və şirə suyu gətirdi, verdi bunlara. Bunlar çoxdan ac olduqlarına görə gördü ki, acgözcəsinə yeməyə başlayıblar. Dedi, tələsməyin, rahat şəkildə yeməyinizi yeyin, doymasanız yenə gətirib verəcəm. Bunlar yedilər, yeyə dedi ki, arxain olun, biz aynı ön satıb gətirib sənin pulu verəcək. Deyir ki, mən bunu sizə pulla verməmişəm, rahat yeməyinizi yeyin. Bəs sizin valideynləriniz bilmir ki, bu vəziyyətdə yaşayırsınız. Deyir, bizim valideynlərimiz yoxdur. 2 il bundan qabaq qatar qəzası nəticəsində həlak oldular. Biz bacı qardaş ikimiz qalmışıq. Yeganə biz iki ailədə qalmışıq, birgə yaşayırıq. Orada burada məktəbi qurtarmışıq, gözəl bir universitetə qəbul olmuşuq. Amma pulumuz yoxdur, aynı ön çörçöp yığıb satırıq ki, oxumaq pulumuzu düzəldər. Deyir, baxım sənədlərinizə, alır bunların sənədlərinə baxır, deyir, hə, doğrudan da yetənəkli uşaqlarsınız. Mən sizin oxumaq paranızı versəm, siz yaxşı çalışacağınıza söz verirsiniz, deyir, ayıb sözdür ki, biz yaxşı oxuyub çalışacaq, mövqeyə çatandan sonra sənin pullarını qaytaracaq. Və oğlan cibindən kartı çıxardır və bunlara verir, deyir ki, alın bu kartı, içində 50.000 dollar pul var. Gedin bununla oxumaq pulunuzu ödeyin, oxuyun, yaxşı-yaxşı çalışın. Bunlar çıxıb gedirlər, 5 ildən sonra həmin bu qız yaxşı mövqe sahibi olur, öz katibəsi ilə həmin gəlib kafeni tapır. Görür, burada başqa birisi satış edir və ondan soruşur ki, burada əvvəl bir adam işləyirdi. Bəs hanı o? Deyir ki, o buranı satıb getdi. Deyir, nəyə görə satdı? Deyir ki, bacısı xəstələnmişdi, onun xəstəliyini müalicə elətdirmək üçün buranı satmağa məcbur oldu. Buranı satıb getdi. Deyir, bəs onu hardan tapmaq olar? Deyir ki, getməmişdən qabaq burada ünvan qoymuşdu. Al, gətirir həmin ünvanı, verir bunlara. Bunlar ünvanı götürüb gedirlər həmin oğlanı axtarmağa. Nəhayət, axtarıb oğlanı tapırlar, katibəsi deyir ki, oraya bax, həmin oğlandır, orada avtomobil təmirxanasında işləyir. Və qız katibəsinə deyir ki, get hazırladığın bəlgələri gətirginə. Özü isə hazırladığın bəlgələri gətirginə, özü isə yaxınlaşır oğlana, bunu səsləyir. Deyir, məni tanıdın? Deyir, yox, səni tanımadım, sən kimsən ki?
deyirsən 5 il bundan əvvəl bizə yardım eləmişdin. Bizə oxumaq üçün pul verdin. Biz həmin uşaqlar deyir, hə, nə gözəl. Artıq çox dəyişmişsiniz, yetenəkli bir xanım olmuşsunuz. Deyir, sən burada niyə çalışırsan? David deyir ki, mən burada artıq işimi dəyişmişəm. Yeni özüm üçün iş qurmuşam. Ona görə burada çalışıram. Öz düşdüyü vəziyyətdən utanaraq gizlətməyə çalışır. Bizə belə məlumat verir. Deyir, darıxma günə, mən hər şeyi bilirəm. Onu çağırır kənara, elə bu ərəfədə qızın katibəsi həmin bəlgələri, sənədləri gətirir, verir qıza, deyir, buyur, dediyin sənədlərdir. Qız alır bunu, deyir ki, al bunları, bu kartın içində 5 milyon dollar pul var, bir dənə də sənin üçün mənzil almışam. Həmin mənzili sənin üçün almışam, bunları al, qəbul elə. Mən nə vaxtı səni axtarırdım. Deyir, yox, mən bunları qəbul eləyə bilmərəm. Sən bir zəngin xanımsan, mən bunlara ehtiyacım yoxdur. Deyir, yox, sənin bunlara ehtiyacın var. Mən sənin vəziyyətini bilirəm. Vaxt vardı, sən bizə yardım etmişdin, indi mən sənə yardım edirəm. Oğlan çox da deyir, yox, mən bunu qəbul edə bilmərəm. Qız deyir ki, onda gəbər eləyik. Mən bilirəm ki, sən evlənməmişsən, sən də subaysan. Mən də evlənməmişəm. Məni özünə arvad qəbul edərsən, oğlan baxır, deyir ki, mən hara, sən hara, sən zəngin bir qadın, mən isə kasıb bir adamam. Mən bunu necə qəbul edə bilərəm? Yox, bunu qəbul edə bilmərəm. Deyir, evlilik, xoşbəxtlik pulla ölçülmür, pulla əldə olunmur. Ona görə mən səninlə evlənmək istəyirəm. Oğlan qayıdır, qıza deyir ki, madəm sən mənimlə evlənmək istəyirsən, onda sənin kimi qızın sözün yerə salmaq olmaz. Və ona razılıq verir, onlar evlənməyə qərar verirlər. İndi siz deyin görək, bu qız düzmü hərəkət elədi, yoxsa bunların hərəkətləri düzgün deyildi. Bunlara qiymət vermək qalır sizin ixtiyarınıza. Diqqətinizə görə çox sağ olun, minnətdarım.